Siz mənim Trendyoldan aldığım son alış-verişə baxarkən mən sizə dünən axşamdan bəri beynimi qurcalayan bir məsələ barədə danışmaq istəyirəm. Üstünüzə sağlıq, mən də uşaqlardan xəstəlik məni də keçib deyəsən, özümü heç yaxşı hiss eləmirəm. Gecə yata bilmirdim də, yəni bir sözlə. Qarşıma kəşf etdim bir xarici bloger çıxdı, rus dilli bir xanım idi. Deməli, bu xanım hal-hazırda nişanlıdır və 9 aydan çoxdur ki, depressiyadadır və depressiyadan kökəlib eləyib belə. Səbəbini demir niyə depressiyaya düşdüyünü, sadəcə nə qədər antidepressantlar atdığını falan xeyri olmur da, yəni. Hal-hazırda deyir, saçını göstərir ki, neçə günü deyir, saçımı yumuram da, yəni o dərəcədə. Çox da gözəl bir qızdır. Bu, başqa bir videosu nişanlısı necə tanış olduğundan danışır. Deməli, bu Instagramda da bu video paylaşılmış, axı blogerdə dediyim kimi. Heç mən Instagramda baxmadım, TikTokda baxdım. Deməli, buna bir video kəşfətə düşər, orada hardasa buna bir xeyli izləyici gələr. Bunların içərisindən bir dənə profildən bunun xoşu gələr, iki xeylağından. Bu da onu geri takip eləyər. Nəysə, bunlar, oğlan başlayır bunu 6 ay boyunca heyt eləməyə. Yəni, heyt bilsiz nədir? Yəni, ağzına gələni yazmağa da, bunun story yanıtlarına, bunun rəylərinə filan. Qız da deyir ki, mən deyir, bunu bloklamırdım, deyir. Baxdım ki, deyir, yaraşıqlı adamdır. Üstəlikdə xaricdə mənə neçə 1000 kilometr uzaqdadır. Düşündüm ki, alınası məsələdir, amma da yenə də geri takibdən çıxdım. Nədir, onu blokladım. Elə qaldı eləncinə. Elə oldu ki, bir dəfə deyir, mən bunu artıq əsəbləşdim, bezdim. Bütün skrinləri falan hamısını storyimdə paylaşdım. Bunu biabır elədim. Bundan sonra bunun mənə qarşı şey dəyişdi. Başladı biz buna danışmağa. Və mən başladım, gördüm ki, mənim bundan xoşum gəlir. Sonra deyir, bu mənim olduğum şəhərə gəldi görüşmək üçün. Sonra bir dəfə görüşdük, ondan sonra daha da aramız yaxşı oldu. Və belə münasibətimiz davam elədi. Hardasa 2 ildən çoxdur münasibətləri var. Hal-hazırda nişanlıdırlar. Və oğlan deyir, mənim münasibətimiz deyir, bir müddət davam edirsə, mənə təklif elədi ki, işi at, gəl mənə yanma. Mən də deyir, həmin bu oğlan məni 6 ay boyunca heyt eləyən zaman, mən də deyir, öz həyatımı qururam, işimi qururam, şəxsi həyatıma qaydasını salmağa çalışıram. Nəysə belə, indi hal-hazırda o qız işini atıb gedib oğlanın yanına orada yaşayır. Və çox maraqlı bir şəkildə bu qız depressiyadadır. Mən düşünürəm ki, o oğlan hələ də ondan, məncə o oğlan narsistdir və ondan hələ də əzir. Sadəcə qız onun fərqində deyil. Siz bəs bu barədə nə düşünürsünüz? Mənə rəylərdə yazın zəhmət olmasa. Çox maraqlıdır mənə bu barədə.